sonra, qeyri-elastik toqquşmadan sonra sual oxuyan Bir-birinə qarşı hərəkətdən iki cismin mütləq qeyri-elastik toqquşur. İkinci cismin itirdiyi kinetik enerji nəyə bərabər? deyir ki, qeyri-elastik toqquşmadan sonra ikinci cismin itirdiyi kinetik enerji nə qədər? Biz birinci baxırıq ki, qeyri-elastik toqquşmadan sonra bunların sürəti nə qədər olacaq? Baxıram, sürət üstünü yazmışdık da, V bərabər modulda M1 V1 minus M2 V2 bölünsün M1 ilə M2-nin cəmi bərabər. Deməli, birincinin kütləsi 2M, sürəti V, ikincinin kütləsi M, sürəti 2V, bölünsün kütlələr cəmi də 2M ilə M-in cəmi. Sürətdə 2M və 2M-dən çıxanda 0 qalır. Deməli, bu demək ki, bu cisimlər dayanacaq. Dayanırsa, deməli, bütün enerjilərini itirmiş olacaq. Və biz baxırıq ki, ikinci cisimin enerjisi nə qədərdir? İkinci cisimin enerjisini tapmaq üçün M V kvadrat bölü 2 üstündən istifadə edəcəm. Deməli, M-dir, ikincinin kütləsi. Sürəti də 2V-dir, 2V-nin kvadratı 4V kvadrat bölü 2. Bu da olacaq, 2 ilə 4-ü qısa geçsə, 2MV kvadrat. Deməli, bu qədər enerjisi var idi. Sıfıra düşdüsə, deməli, bu qədər enerjinin hamısını itirmiş olur.